is the correct answer. Düzgün cevabı seçin. It is. It is ile əvəz etdiyimiz üçün demək ki biz təkdə olan bir isim təyin etməliyik ki onu it əvəzli ilə əvəz edə bilək. A variantında a white geese yazmışdı. Article olsa belə geese sözü kökdən dəyişilmiş şəkildə cəmdə verilmişdir. Bunun düzgün versiyasında biz goose yazmalıydıq ki doğru olsun. B variantında a big oxen. Oxen cəmdə olub, yəni kökdən dəyişib. Ona görə biz onu ox versiyasında, yəni tək versiyasında yazmalıydıq ki doğru olsun. B variantı yanlışdır. C variantında a small mice. Mice sözü kökdən dəyişib. Tək olmalıydı ki mouse şəklində düzgün cavab olsun. Daha sonra D variantında a black sheep. Sheep sözü təkdə və cəmdə eyni cür yazılan isim olduğu üçün qarşıdakı artikla görə təyin edəcəyik ki təkdə verilmişdir. Qara bir qoyun mənasını verir və doğru cavabdır. Y variantında a delicious fishes deyə qeyd olunmuşdur. Fish yes qəbul edərsə canlı balıqların növlərini nəzərdə tutmuş olur ki və cəm götürülür. Bu səbəbdən qarşıdakı artikla görə də yanlış olmuş olur ki və biz onda it islə əvəz edə bilmirik. Qeyd etdiyimiz qrammatik qaydalara əsasən D variantı doğru cavab götürülür.